ruhunda can olduğu müddətcə və ya canında ruh olduğu müddətcə və ya başqa bir dillə desə, yaşaya-yaşaya öləcəyini bilən tək canlı insandır. Heyvanlarda bu xüsusiyyət yoxdur. Və buna baxmayaraq, öləcəyini bilən tək canlı insan olduğuna baxmayaraq, hər cür pislik eləyər. Mədmazarlıq eləyər, xainlik eləyər, nankörlük eləyər, dilimə gətirməyə utandığım min cür pisliyi eləyər. Vay o gündən ki, qardaş, yığışıblar səni görməyə. Sən də sarıqlısan 9 metrə kəfənə və ya 12 metrə kəfənə, taxtanın içindəsən, yoxsan həyatda. Bax, qardaş, o gün gəlmədən bəzi şeyləri bu başımızdakı gözlə görməyi bir tərəfə qoyaq. Bu gözlərimizin, mənim qardaşım, baba, bu gözlərimizin görmə pikseli bəlli bir ölçü qədərdir. Amma sənin ruh gözünün, ruhunun da gözü var. Ruhun gözünün pikseli yoxdur, hər şeyi görə bilər. Niyə görmür? Sən istədiyin üçün görmür. Görmək istəmədiyin üçün görmür. Cəhd elə, o ruhundan baxmağa çalış məsələlərə. Qoy dünya aydınlansın sənə, mənim əziz qardaşım.